İtaliyada film kimi oğurluq. Təsəvvür et, bankdasan və birdən içəri silahlı şəxslər daxil olur. Belə bir hadisə İtaliyanın Neapol şəhərində günorta saatlarında baş verib. Belə ki, silahlı şəxslər bank filialına daxil olaraq soyğunçuluq törədiblər və 25 nəfəri girov saxlayıblar. Onlar işçiləri və müştəriləri təxminən 2 saat ərzində nəzarətdə saxlayıb. Hamı düşünürdü ki, çıxış qapıdadır, amma yox. Ən ağıllı hissə indi başlayır. İtaliyanın xüsusi təyinatlı bölmələri binaya müdaxiləyə hazırlaşarkən soyğunçular əvvəlcədən qazılmış dəlik vasitəsilə şəhərin kanalizasiya sisteminə keçərək ərazidən qaçıblar. Şahidlərin sözlərinə görə silahlı dəstə məşhur La Casa de Papel serialındakı aktyorların üzlərini əks etdirən maskalardan istifadə ediblər. Bəs sizcə bu sadəcə bir soyğundur, yoxsa peşəkar əməliyyat?